hansı ölkədən ithal olunmasından asılı olmayaraq, bütün ətlər sərhəddi keçəndə aidiyyəti qurum tərəfindən həm qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə nəzarət, həm də risk əsaslı laborator analizlər aparılmalıdır. Bu məhsullar satış mərkəzlərinə soyuq qida zəncirində gətirilməlidir. Temperatur rejimi pozulmamalıdır. Əgər qısa müddətdə satılacaqsa, 0-4 dərəcə arasında saxlanılmalıdır. Uzun müddət üçün isə -18 dərəcədə qalmalıdır. Bunu Ajans.az açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib. O deyib ki, mütləq şəkildə ətin üzərində hansı ölkədən ithal olunduğu bildirilməlidir. Keyfiyyət sertifikatına dair üzərində məlumat olmalıdır. Kəsim tarixi, istehsal tarixi göstərilməlidir. Əgər bu məlumatlar varsa, onda bu ətlərdən istifadə etmək olar. Somalidən Azərbaycana gətirilən ət bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə bu ət satış üçün ithal edilmir. Bu ət Səudiyyə Ərəbistanı Krallığının sifarişi əsasında humanitar yardım kimi paylanılması üçün gətirilib. Yaxşı olar ki, zərərsiz olması üçün ətin yaxşı bişirilməsinə diqqət olunsun. Bişirilərkən ətin daxili temperaturu 75 dərəcəni keçməlidir. Görünüşündə hər hansı ləkələr varsa, ətə xas olmayan rəngdədirsə, səthi yapışqandırsa, xoşagəlməz qoxu və maye varsa, bu xarab olmuş ət hesab edilir. Bir çox hallarda ithal edilən ətlər yerli məhsullara nisbətən qat-qat ucuz satılır ki, bu da keyfiyyətlə bağlı şübhə doğurur. Ona görə ət alarkən keyfiyyətli, mənşəyi bəlli olan dövlət nəzarətindən keçmiş yerdən almaq lazımdır.